Mirza Şirazi ki, həmən Tənbaku fətvasını verən Mirza Şirazi böyük alimlərimizdən biri idi, Allah rəhmət eləsin, ki, ingilislərin əleyhinə o fətvanı verdi. Deyir, Samirrada ikən, bir müddət Samirrada yaşayıb, Samirrada ikən əhl-i sünnədən olan bir nəfər buna olan, Mirza Şiraziyə olan kin-küdurətindən oğlu ilə mübahisə edir, Məhəmməd Şirazi ilə mübahisə edir və möhkəm bir zərbə indirir oğluna. Sonra həmən zərbədən oğlu vəfat edir. Deyir, bunu fürsət bilən ingilislər öz adamlarını öyrətdilər ki, bəzi müsəlmanları öyrətdilər, gedir Mirza Şirazinin yanına, orada deyin ki, ya sənin oğlunu öldürüblər filan, biz sənin qulluğundayıq, nə lazımdır eləyək. İstəyirdilər ki, bir şiə-sünni fitnəsi yaratsınlar. Mirza Şirazi dedi ki, sakit olun. Bu adi bir hadisədir. Həmişə olub, olacaq da. Mübahisələr zəminində bu şeylər olacaq. Mən onu əfv elədim. Oğlunun qatilini əfv eləyir. Və otusturur o fitnəni öz yerində. Bunu eşidən, o vaxtı İraq Osmanlının vassalı idi, Osmanlı ərazisi gedirdi. Bunu eşidən Osmanlı, o vaxtın Osmanlı padşahı öz Bağdad valisinə məktub göndərir. Deyir, get Mirza Şirazinin hüzuruna, Samirraya, ona təşəkkür elə və təəssüfünü də bildir oğlunun qətli ilə bağlı, təəssüfünü də bildir. Onda Bağdad valisi gedir Samirraya, təşəkkür edir Mirza Şiraziyə ki, yəni sən imkan vermədin şiə-sünni fitnəsi düşsün. Böyük şəxsiyyətlər belə olublar.